Hər zaman sizə kalsium çatışmazlığı haqqında məlumat vermişəm. Bax gördüyünüz bizim kalsiumların istehsalatının forması necə olur? Burada göstərilir hər biri. Kalsium çatışmazlığına ümumiyyətlə orqanizmdə bir çox xəstəliklər yarana bilər. Saç sökülməsi olsun, dırnaq zəifliyi olsun, artrozdur, osteoxondrozdur, yırtıqlardır, bel fəqər arası disk yırtıqlardır. Bunların hamısı kalsium çatışmazlığına yaranır. Uşaqlarda gecələr tərləmədir, əsəbi olmalarıdır, iştahsızlıqlardır. Bunların hamısı uşaqlarda kalsium və D vitamininin çatışmazlığına yaranır. Sizə elə bir möhtəşəm uşaq kalsium təqdim edirəm ki, özünün içərisində həm sink maddəsi, həm D vitamini var, həm də yetəri qədər kalsiumu var. Bax gördüyünüz burada kalsiumun necə hazırlanması və sizə necə gəlib çatır onlar haqqında məlumat göstərilir. Hər biri əl dəymədən biotexnologiya ilə hazırlanır, Alman texnologiyası ilə və sizin ixtiyarınıza buraxılır. 22 ildir artıq bizdən satılır. Görürsüz selluloza məhsulu necə hazırlanır. Yəni hər biri tam təbii şəkildə sizə gəlib çatır və tam təbii qida əlavələrdir. Heç bir əks təsiri ziyanı yoxdur, qatqısı yoxdur, orqanizminizdə heç bir mənfi reaksiya verə bilməz. İzləmədə qalın, möhtəşəm məlumatlar hələ davam edir.